Qarabağ Araz Naxçıvan maçından sonra Elvin Cəfərquliyev jurnalistlərə ayaq üstə açıqlama verir, müsahibə verir. Ramil Şədəyev arxadan keçəndə görə zarafat öz aləmində. Buna arxadan qapaz vurur. Olmaz belə hərəkətlər Ramil. Yəni, insan öz dostuna, komanda yoldaşına media önündə bu hərəkət etmir. Sən onun Elvinin nüfuzuna, imicinə xələl vurmuş olursan. Bu şit zarafatdır. Öz aranızda bəlkə də eləyə bilərsiniz. Bəlkə də öz aralığında o zarafat yoxdur. Elvin belə karıqdı qaldı ki, mən buna nə cavab verim? Yəni, olmaz belə hərəkətlər. Elvin son vaxtlar üzdə olan futbolçudur. Reklamlara çəkilir bu dəqiqə. Xaricdən təklif gözləyir. Sən gəlsən insanların içində onu sanki aşağılayırsan, biabır edirsən. Səndən fərqli Elvin yəni, oynayıb pul qazanır. Bəlkə də sən Ramil öz aləmində göstərmək istəyir ki, mən oynamasam da paltar dəyişmə otağının kralıyam, lideriyəm, komandanın içində liderəm. Səndən olsa ancaq yeyib havayı pul qazananların lideri ola bilər. Yəni, sən Elvin kimlərin sayəsində Çempionlar Liqasında uğurlar qazandılar, böyük bonuslar qazandı. Sən oynayan uşaqların sayəsində o pulları qazandırsan, ona görə ayıbdır belə hərəkət. Çox əsəbləşmə. Həqiqətən yaxşı deyil, yəni olmaz belə. Bəlkə də özünü itib, kölgədədir, özünü göstərmək istəyir. Heç kim ona yaxınlaşıb deyək ki, açıqlama almır jurnalistlərdən. Amma olmaz bu hərəkət, yəni insanlığa düz gəlmir insanlığına.